asiliklər insanı Rəbbi ilə özü arasında olan qəribliyə, tənhalığa aparır və ya özü ilə insanlar arasında olan qəribliyə aparır. Bəzən olur, insanın başına gəlir, görürsən, sıxılırsan. Bu qədər dünyada, ətrafında o qədər insanların olmağına baxmayaraq özü tənha hiss edirsən. Bəziləri bunun adını qoyub depressiyaya girmişəm. Bu insanın etdiyi günaha görədir. Allaha ibadət etdiyi halda sanki özünü tək hiss edir, qərib hiss edir. Sanki o qədər insanın arasında bu təkdir. Sələflərdən bəziləri buyurur ki, mən deyir, bəzən Allaha asilik edən vaxtı bunu hətta öz heyvanımdan belə, zövcəmdən belə, eləcə də öz heyvanımdan belə onun əxlaqında görürdüm. Mənə necə rəftarında görürdüm. Yəni, hətta heyvanın belə sənə qarşı rəftarı elədiyin asiliklərə görə dəyişə bilir.